Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bə'd. Selamun aleykum və rəhmətullahi və bərəkatuhu. Deməli, biz Səhih Buxari rahiməhullahın cəm etdiyi səhih hədisləri oxuyuruq və Kitab-ül İmandayıq. İkinci kitabda, deməli, 7-ci babda. 7-ci bab, şeyx belə adlandırıb bu babı, İmam Buxari, minəl imən ən yuhibbə li əxihi mə yuhibbu li nəfsi. Həmçinin imandan da budur ki, özüvə nə sevirsən, mömin qardaşıva da onu sevmək. Özüvə nə sevirsən, mömin qardaşıva da onu sevmək. Yəni, əks mənası, özüvə nə istəmirsən, mömin qardaşıva da onu istəməmək. Yəni, imandandır. Və burada Rahiməhullah buyurur, Həddəthənə Musaddəd. Musaddəd dedi, Qalə həddəthənə Yahya İbn-i Şu'bə. Yahya İbn-i Şu'bə İbn-i Sa'id el-Qattandır. Sonra deyir ki, ən Şu'bə. Deyir ki, sonra ən Qatədə. Ən Ənəs radiyallahu anhu. Ənin nəbiyyi sallallahu aleyhi ve sellem. Deməli, neçə nəfər oldu sənəddə? Neçə kişi oldu? 1, 2, 3, 4. 4, 5 nəfər. Sahabinə 5 nəfər. Yəni, 5 nəfərlik sənəddir. Var 4 nəfərlik sənəd, var 3 nəfərlik sənəd. O, ən ali sənəddir. 3 nəfər. Yəni, Buxari ilə Peyğəmbər sallallahu aleyhi ve sellem arasında. Deməli, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib, ən Hüseynil Muallim. Hüseynil Muallim İbn-i Zəkvandır. Deyir ki, qalə həddəsənə qatədə ən Ənəs. Ənin nəbi sallallahu aleyhi ve sellem qal, lə yu'minu əhadukum həttə yuhibbə li əxihi mə yuhibbu li nəfsi. Yəni, Ənəs deyir ki, ondan da Qətədə rivayət edib, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, siz iman gətirməzsiniz, hətta özünüzə nə istəyirsiniz, sevirsinizsə, başqa müsəlman qardaşa onu sevməyincə. Deməli, burada nəyə işarə eləmək lazımdır, qardaşlar? Lə yu'min, iman gətirməzsiniz. Belə hədislər, iman gətirməzsiniz, iman gətirməzsiniz. Yəni, imanınız kamil olmaz. İmanınız, yəni, kamil olmaz. Yəni, o demək deyil ki, lə yu'min, iman gətirməzsiniz, hətta özünüzə nə sevirirsiniz, başqa qardaşınız onu sevməyəcək. Yəni, birdən sevməsən tutaq ki, o demək deyil, sənin imanın getdi. Sən kafir oldun, küfür etdin. Yox. Sadəcə imanın kamil deyil. İstəyirsən imanın kamilləşsin, kamilliyə doğru getsin, o əməllərdən də biri özümə nə sevirsən, başqa müsəlman qardaşıva da onu sevmək. Necə qeyd etdiyi həmçinin, qardaşlar, yəni əks mənası da özüvə nə istəmirsənsə, başqa mömin qardaşıva da onu istəməmək. Sonra Şeyx Rahimullah burada buyurur ki, 8-ci bab, 2-ci kitabın 8-ci babı, 14-cü hədis. İmam Buxari bu babı belə adlandırıb. Hubbur Rasul sallallahu aleyhi ve sellem minəl iman. Həmçinin imandan Peyğəmbər sallallahu aleyhi ve sellem sevməkdir. Burada deyir ki, həddəsənə Əbul Yəmən. Həddəsənə Əbul Yəmən. Qalə əxbarənə Şuayb. Qalə həddəsənə Əbu Zinəd. Ənil Ə'rac. Ən Əbi Hureyra. Fikir verirsiniz, qardaşlar. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisləri hamısı sənəddir. O ondan eşitdi, o ondan eşitdi. İndi bəzi zındıqlar çıxır, deyir, bu hədisdir, şübhə gətirirlər. Subhanallah, bütün sənədlidir hər şey. Sənədləndir. O belə sözlər var, sənədsiz qəbul olunmur. Bütün sənədləndir. Özdə bu şəxslər ki var, adı var, gəlin bu sənədə baxaq. Neçə nəfərdir? Əbul Yaman 1, deyir, Şuayb dedi 2, Əbu Zinad 3, Ə'rac 4, Əbu Hureyra 5. Peyğəmbər sallallahu aleyhi ve sellem Buxarinin arasında 5 nəfərdir. Yəni, və bunların hamısının məlumatı var. Hamısı vardı, məlumat var. Necə? Onun üçün ayrıca kitablar var. Rical kitabları adlandırıblar, hədis alimləri. Kişilərin kitabları. Yəni, sənəddə olan kişilərin kitabları. Orada bütün məlumatlar. Tutaq ki, məsələn, Əbul Yəmən kimdir? O da Əbul Yəmən var. Gedirsən, tapırsan orada Əbul Yəmən ki, onu barədə bütün məlumat. Hamısı var. Bütün sənədlər, hamısı adamlar tanınır. Hamısı. Və deyir, Əbu Hureyra deyir ki, radiyallahu anhum, ənə Rasulullah sallallahu aleyhi ve sellem qal, fəvəlləzi nəfsi biyədi, lə yu'min.
And içir Peyğəmbər sallallahu aleyhi ve sellem ki, mənim nəfsim əlində olana and içirəm. Yəni Allaha. And içməyi, qardaşlar, burada onu göstərir ki, məsələ təkid edir də, dəqiqdir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem öz and içir. Belə and içməyi hər dəfə bəyənilmir. Bəzi məsələlərdə and içmək olar. Ona görə məsələn, hətta qardaşlar olsa, nə oldu? Vallahi, vallahi, and iç, vallahi, 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 ticarət, vallahi. Olmaz, bəyənilmir. Sələf bəyənməyib and içməyi çox. Ehtiyac olanda içilir. Ona görə burada Peyğəmbər sallallahu aleyhi ve sellem and içir və deyir ki, وَالَّذِي نَفْسِ بِيَدِ لَا يُؤْمِنْ İman gətirməzsiniz. Yəni, imanınız kamil olmaz. أَحَدُكُمْ حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ min validihi və vələdi. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor ki, iman gətirməzsiniz, yəni mömin olmazsınız, imanınız kamil olmaz. Hətta məni öz atanızdan və öz övladlarınızdan çox istəməyincə, sevməyincə. Bu da imanın kamilliyindəndir, qardaşlar. Sonra, deməli, şeyh buyurur, hətta Ömər ibn Xattab bir gün bu hədisi eşidəndə dedi ki, ya Rasulullah, hamısından çox istəyirəm, dər nəfsindən başqa. Nəfsimi çox istəyirəm. Dedi ki, ya Ömər, hətta nəfsindən də çox. Dedi ki, ya Rasulullah, qutardı, hətta nəfsimdən də çox. Dedi, bələyim, bələ Ömər, bələ. İndi Ömər, belə düzdür. Yəni, imanın düzəldi. İmanın düzəldi. Sonra Şeyx Rahimullah buyurur ki, 9-cu bab. Görürsünüz, biz dayanmırıq, yoxsa bizi 150 il lazımdır. Ona görə çalışacaq hər dəstə 5-6 hədis oxuyaq, baxacaq. 9-cu bab. Deyir ki, müəllif İmam Buxari belə adlandırıb. Hələvatul iman. İmanın ləzzəti. Belə adlandırıb. Bu babın altında 16-cı hədisi gətirib, deyir ki, Həddəsənə Muhammed ibn Müthənnə. Həddəsənə Abdülvahhab Thaqafi. Qalə Həddəsənə Əyyub. Ən Əbi Qilabə. Ən Ənəs. Anin Nəbi sallallahu aleyhi ve sellem qal. Sələsun mən kunnə fihi vəcədə hələvətəl iman. Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, 3 nəfər var, əgər onlarda bu olsa, onlar imanın ləzzətini doyacaqlar. Hansılar da o? Ən yəkunəllahu və rasuluhu əhəbbə iləyhi mimmə sivahuma. Allah və Rasulü bütün başqalarından, hamısından daha çox sevmək. Allah və Rasulun. İkinci, ən yuhibbəl mər'a lə yuhibbuhu illə lillah. Bir mömin qardaşın sevməyi Allah rızası üçün sevmək. Yəni, neysə görə yox. İkinci. Üçüncü də və ən yukraha ən yaudə fil kufri kəmə yəkrahu ən yuqdəfə finnar. Və küfrə qayıtmaqdan qorxmaq, küfrə girməkdən qorxmaq, necə ki, səni itəliyirlər oda, sən özünü qoruyursan. O cür küfürdən qaçmaq, küfrə düşməmək. Yəni, əgər bunlar səndə olsa, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, sən onda imanın ləzzətini doyacaqsan. Ləzzətini doyacaqsan. Yəni, imanın tamamlanacaq. Və fikir verirsiniz, burada nədir? Həmçinin incə məsələlərdən. Fikir verin, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah nə vaxt bizi çox sevəcək, nə vaxt Allaha imanımız düzgün olacaq. Elə bir ki, Peyğəmbər Allahdan xəbər verəndir bizə. Yoxsa hardan bilirdi? Allah deyir ona, Cəbrail vasitəsilə. Peyğəmbər sallallahu aleyhi ve sellem bəyanləyəndir bizə. Özü deyir Allah Teala Quranda ki, biz sənə bu nazil edilir bu Quranı ki, insanlara nə edirsən? Bəyanləyəsən, açıqlayasan. O da açıqlayır. Açıqlamaq da hansı yollandı? Hədis yolundan. Və həmçinin belə maraqlı, məsələn, bu hədis ki var, bu sənəddə olanlar. Yəni, sənəddə olanlar Muhammed ibn Müthənnə, Abdülvahhab Thaqafi, Əyyub, sonra deməli, Əyyub Səxtiyanidir, sonra Ən Əbi Qilabə. Bunlar hamısı Bəsrəlilərdir. Bunlar hamısı deməli, Bəsrəlilərdir. Sonra şeyx buyurur, rəhməhullah, 10-cu bab. 10-cu bab. 10-cu babın 17-ci hədisi. Babı İmam Buxari belə anlandırıb. Bab aləmətul iman, hubbul ənsar. İmanın əlamətindən ənsarları sevməkdir. İmanın əlamətindən ənsarları sevməkdir. Burada deyir ki, şeyx İmam Buxari, Həddəsənə Əbul-Vəlid. Əbul-Vəlid deyir ki, dedi
mən eşitdim ki, mənə Şöbə dedi. Şöbə. Həddəsənə Şöbə. Qalə əxbənəni. Şöbə də deyir ki, mənə xəbər verən Abdullah ibn Cəbr olub. O da deyir ki, Səmitu eşitdim Ənəsdən. Ənəsdən eşitdim. Səmitu Ənəsənə. Ənin Nəbi sallallahu aleyhi ve sellem qal, Ayətul iman hubbul ansar və ayətul nifaqı buğdul ansar. Deyir ki, mən Ənəsdən eşitdim ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, imanın əlaməti, yəni o olsa biləcəklər ki, sən möminsən. O mənada. Yəni, mömin olmaq üçün bu olmalıdır bu əlamət. O da nədir? Hubbul ansar. Mədinə, ənsarları sevmək. Yəni, Mədinəliləri sevmək, Mədinə əhlin. Deməli, hubbul ansar və ayətun nifaq və münafiqliyin əlaməti nədir? Deməli, buğdul ansar, ənsarları sevməmək. Bu imanın əlamətidir. Yəni, mömin olmaq üçün ənsarları sevməlisən və sevməmək isə münafiqliyidir. Ənsar da kimlərdir, qardaşlar? Əsas iki qəbilədir. Ənsarlar iki qəbilədən ibarət olublar. Avus və Xəzrəc. Avus qəbiləsi, bir də Xəzrəc qəbiləsi. Bunlar iki dənə qəbilədən ibarətdirlər. Bunlara Ənsar da Peyğəmbər sallallahu aleyhi ve sellem onları adlandırıb. Ənsar. Mədinə əvvəl adı Yəsrib olub. Ola bilsin, ondan da qabaq başqa adlar olub. Əslində Yəsrib idi. Sonra Mədinə oldu. Peyğəmbər sallallahu aleyhi ve sellem də Avusdan Xəzrəc qəbilələrin, iki qəbiləni Ənsar adlandırıb. Bu həmçinin görsən ənsarların fəziləti. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem kömək eləyənlərdir. Onların fəziləti və onlar onu qarşıladı, onlar onu yer verdi, onlar ona dayaq oldu, kömək oldu. Ona görə və Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, imanın əlamətidir. Sonra Şeyx Rahimullah buyurur 11-ci bab. 11-ci baba ad verməyib. Ad verməyib, lakin bu da imanla bağlıdır. Çünki mövzu kitab-ül imandır. Lakin bu qalsın gələnməz ismimizə. Allah subhanətə alə İmam Buxariyə rəhmət eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.